Salam, bugün mən sizə coğrafiya 2024-cü il Güvən nəşriyyatından səhifə 296-da demək dil ailələri, dil qrupları və xalqlar haqqında məlumatlar verəcəm. Digər video dərslərdə Slavyan German dil qrupuna daxil olan xalqlar haqqında məlumat vermişəm. Kanalıma abunə olub həmin dərslərə baxa bilərsiniz, video dərslərə. Və abunə ol düyməsinə basaraq abunə olunur, yəni ödənişsizdir abunə olmaq. Və Roman dili qrupu. Roman dili qrupuna daxil olan xalqlar haqqında, demək, Roman xalqlarında Roman, Moldovan, Portuqal xalqları haqqında məlumat verək. Roman xalqları, Romanlar, demək, Roman dilli xalqlardan biri. Rumıniya Respublikasının əsas əhalisidir. Burada məşhur şəxsləri haqqında adları qeyd olunmuşdur, şəkilləri təsvir olunmuşdur. Və ümumi sayları 23 milyon 782 min 990 nəfərdir. Dünya üzrə yaşadığı ərazilər burada qeyd olunmuşdur. Rumuniyada 16 milyon nəfərdən çoxdur. İtaliya, İspaniya, Ukrayna, Rusiya, Tacikistanda. Və dilləri Rumun dilidir. Dini xristianlıq, pravoslavlıq dilidir. Burada demək milli geyimlər də təsvir olunmuşdur. Moldavanlar və yaxud da Moldovalılar Roman dilli xalqlardan biridir və Moldova Respublikasının əsas əhalisi. Moldavanlar Rumunların subetnik qrupu hesab olunur və dünya üzrə yayıldığı ərazilər burada göstərilmişdir. Ümumi sayları 3 milyon nəfərdir. Moldovada 2 milyon nəfərdən çoxdur. Ukrayna, Rusiya, Qırğızstan, Finlandiyada yaşayan Moldovanların saylarıdır. Dilləri Rumun dilidir. Rumun dili və dini xristianlıq, pravoslavlıq, qohum xalqlar Rumunlardır. Və burada milli geyimləri təsvir olunmuşdur. Moldavanların. Portuqallar Roman dil qrupuna aiddir. Portuqaliya haqqında qısa təsvir edək, yəni məlumat verək. Portuqaliya, burada bayrağı qeyd olunmuşdur. Avropanın qərbində dövlət İspaniya ilə həmsərhəddir, Avropa ölkəsidir. Roman əsilli dövlətdir və Portuqal dil Roman dillərinə daxildir. Xəritədəki yerinə baxaq. Və əhalisi haqqında məlumat verək. Əhalisi bu əraziyə Qərbi Avropa İmperiyasının parçalanması dövründə köçmüş Alman tayfalarından olan Veskotların davamçılarıdır.
Pireneya yarımadasının ərəb xilafət tərəfindən işğalından sonra əraziyə xeyli yadellər, ərəblər, bərbərlər, yəhudilər köçmüşdür. 1143-cü ildə bu ərazilərin xilafətin tərkibindən çıxması ilə yadellər qovulmuş, güclü katolik dövləti yaradılmışdır. Əhalisi 10.347.892 nəfərdir. 1143-cü ildə Portuqaliya Krallığı yaradıldı və bu dövlətin yaranmasında Cəlallı Höccətin rolu böyük olmuşdur. 1497-ci ildə Vasco da Gamanın Hindistana gedən dəniz yollarının kəşfi nəticəsində müstəmləkəçilik siyasətinin başlanması, yəni bu siyasətin sonraki illərdə İngiltərə, Fransa, İtaliya, İspaniya ilə dənizdə rəqabətin uğurlu alınmaması səbəbilə birincilik əldən verildi və müstəmləkələrdə Portuqalların təsiri Cənubi Amerikaya, xüsusən də indiki Braziliya ərazisinə daha güclü olmuşdur. Portuqaliya 1910-cu ildə Respublika elan olundu və 1976-cı ildə yeni konstitusiya qəbul olundu. Milli geyimləri burada qeyd olunmuşdur, göstərilmişdir. Franko-Kanadalılar əsasən 17-ci əsrdən başlayaraq Kanadada, xüsusən müqəddəs Lorens çayı vadisində məskunlaşan fransız kolonistlərindən törəyən fərqli bir mədəni dil qrupudur. Franko-Kanadalı tez-tez daha geniş frankofon əhalisinə, yəni Kvebekdə daxil olmaqla aid olsa da, onlar Şimali Amerikada dərin köklərə malik fərqli tarixi və çox vaxt ənənəvi demoqrafik qrupdur. Onlar Fransa rejimi dövründə Fransanın Poitou, Saint-Tonge, Aonis və Normandiya kimi bölgələrindən gələn köçkünlərin nəsilləridir. Ənənəvi olaraq onların mədəniyyəti fransız dilli və tarixən Roma katolik inancı ilə dərindən bağlı olmuşdur. Kvebekdən kənarda Akadiyada dəniz əyalətləri və Qərbi Kanadada ki, Franko-Ontarian və ya Metis icmalarında əhəmiyyətli ənənəvi populyasiyalar mövcuddur. Mədəni əlamətlər ənənəvi xalq musiqisi, skripka, addım rəqsi və s. hekayə danışmaq və mətbəx onların irsinin əsasını təşkil edir. Fransız müstəmləkəçiliyinin tarixi müqəddəs Lorens çayı boyunca yerli xalqlarla, məsələn, Huron, Wendat, Algonkin və Irokez sıx bəzən demək simbiotik münasibətləri əhatə edirdi. Və burada demək milli geyimləri göstərilmişdir, təsvir edilmişdir.
Burada fransız demək Amerikalılar haqqında məlumat yazılır. 1760-cı ildə 7 illik müharibədən sonra Britaniya Yeni Fransanı nəzarətə götürdü. Buna baxmayaraq köçkünlər dillərini və mədəni kimliklərini qoruyub saxladılar və bu kimliklər müqəddəs Lorens çayı boyunca cəmləşdi. Kütləvi mühacirət baş verdi. Yüz minlərlə fransız, kanadalı iqtisadi imkanlar axtararaq ABŞ-a əsasən Yeni İngiltərəyə köçdü və ABŞ-a köçdü və fransız Amerikalılar kimi tanınmağa başladı. Kvebek əyalətində fransız dilli əhalinin əksəriyyəti, burada dəniz əyalətlərində Yeni Şotlandiya, New Brunswick, Şəhzadə Eduard adası məskunlaşmış fransız kolonistlərin nəsilləri. Onların Kvebek sakinlərindən fərqli bir tarix və mədəniyyəti var. Braziliyalılar burada məşhur şəxsləri haqqında, yəni şəkilləri qeyd olunmuşdur, göstərilmişdir. Demək ki, ailə mənşəli və ya milliyyətcə Braziliya ilə əlaqəli insanlardır Braziliyalılar. Burada mənşəyi haqqında məlumat verilir. Portuqaliya müstəmləkəçiliyindən əvvəl Braziliyada indios kimi tanınan naməlum sayda xeyli xalqlar yaşayırdı. Hindlilər bütün demək ki, digər yerli Amerika xalqları kimi minlərlə il əvvəl Asiya qitəsindən gəlmiş insanların nəsillərindəndir. Portuqallar 1500-cü ildə gəldilər. 1500-1808-ci illər arasında Braziliyaya təxminən 500 min Portuqaliyanın gəldiyi təxmin edilir. Onlar ölkəni müstəmləkə etdilər və Braziliyanın etnik tərkibinə təsir göstərdilər. 16-cı əsrin ortalarından etibarən Afrikalıların şəkər qamışı fermalarında, daha sonra isə qızıl və almaz mədənlərində, qəhvə plantasiyalarında işləmək üçün Braziliyaya gətirildi. Yəni Afrikalılar və Braziliyalılara tarixi qeydlər göstərir ki, 1550-1850-ci illər arasında, yəni qul ticarəti ləğv ediləndə 4 milyona yaxın Afrikalı Braziliyaya gəlib, yəni gətirilmişdir. Xüsusilə 1880-1930-cu illər arasında Braziliyada böyük bir Avropa immiqrasiyası baş verdi. İtalyanlar Braziliyadakı immiqrantlar arasında ilk azlıqdır. Sonra Portuqallar, İspanlar, Almanlar və Yaponlar gəldi. Və əhalinin əksəriyyəti qaradərlilərdən və mestizorlardan ibarət idi. Burada Braziliya əhalisi 3 qrupa ayrılır. Ağdərli, qəhvəydərli və qaradərli. Burada faizləri göstərilmişdir. Və təxminən 100 il ərzində Braziliya Avropadan və dünyanın digər yerlərindən ən azı 5,5 milyon immiqrant qəbul etmişdir. Burada faizləri göstərilmişdir. İtalyanlar 34%, 29% Portuqallar, 14% İspan, 5% Yapon, Alman və s. haqqında daha ətraflı göstərilmişdir. Və 2008-ci ildə aparılan araşdırmalara görə Braziliyalıların 48,8% ağ, 43,8% qəhvəyi və 6,5% qara, qalanları isə başqa mənşəli olduğuna inanırlar. Və burada yerli xalqlar göstərilmişdir. İspanlar Avropada xalq,
Avropanın qərbində Piriney yarımadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa ən böyük hissəsi Latin Amerikası olmaqla dünyanın bir çox bölgələrində İspan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır. İspanlar Roman əsilli xalqlardır. İspan dilli Roman dillərinə daxildir. Və burada dünyada 135 milyona yaxın İspan yaşayır. Burada dünya üzrə sayları göstərilmişdir. Böyük rəqəmdir. 135 milyona yaxın İspan dünya üzrə Amerika Birləşmiş Ştatları, Fransa, Dominikan Respublikası, Ekvador, Nikaragua və sair ölkələrdə yaşayır. Çili, Peru, yəni milyondan artıq İspanlar yaşayır və burada məşhur İspanlar haqqında qeydlər vardır. Və bir də ənənəvi geyimləri göstərilmişdir. İspan geyimləri çox gözəl geyimləri ilə seçilən xalqdır.